Arzularım, məqsədlərim var idi. Rəssam olmaq istəyirdim. Atam bütün rəsmlərimi məhv eləyəndə elə məni də öldürdü. Amma mən yaşamaq istəyirdim. Ay qız, bir stəkan çay getir. Yaxşı. Ata, bax, necədir? Qəşəngdir, hə? Nədir bu? Bu gül şəklidir, düzdür, hələ tam bitirməmişəm çəkib. Amma düşünürəm ki, yaxşı, bax, burada kölgələr falan da vermişəm. Rəssam olasan indi sən. İnşallah istəyirəm. Axı bir şey çəkmişdim. Bırak ol burada! Rəssam çıxın mənə! Sən də get başından, ay qız! Atam bütün rəsmlərimi məhv eləyəndə elə məni də öldürdü. Məni həyata bağlayan o rəngarəng rəsmlərim də yoxdur artıq. Yenilərini çəkə bilərəm. Amma bunun üçün ruh lazımdır. Ruhumu isə öldürdülər. Ən gözəl alın yasım, ən gözəl alın yasım, ən gözəl alın yasım, qızım. Dərs çalışırsan? Hə, aynen, gəl. Gəl otur. Hansı mövzudur? Aynen, riyaziyyatdır. Həndəsə. Bilirsən də, müəllim həmişə məni tərifləyir ki, riyaziyyatın yaxşıdır. Xüsusən də həndəsə mövzusunda lap yaxşı olduğumu deyir. Sənin boşuna ağıllı qızım demirəm ki. Ana, Ay. bax imtahanlara da az qalıb. Özün də deyirsən. Şükür Allah'a, normal oxuya bilirəm. Bilirəm ki, yaxşı verəcəm imtahanları. Rəssamlıq akademiyasını istəyirəm amma. Nə olur, atan razı sal da. Qızım, bilirsən ki, atan onsuz da sənin oxumaqla razı deyil. Müəllimlikdən zaten qəbul ol. Heç bilmirsən, ələ gələndən sonra səni işləməyə qoyacaqlar, qoymayacaqlar. Aynen, axı nə olar ki, imkan ver. Ay qız! 210 bak. Kızım, neden biçirdim? Bilirdim de bilirdim. Ben kızımı bilirdim. Nədir, nə səsiniz atmışsınız başınıza? Ayta, bak buraxılış imtahanında 210 bal yemişəm. Bir dənə bax. Nə buraxılış imtahanı? Bax, buraxılış imtahanında bütün 11-ci siniflər verir buraxılış imtahanı. 210 bal yemişəm. Sən universitetə vermişsən? Yoxdur, ümumiyyətlə buraxılış imtahanında 210 bal yemişəm. Yüksək nəticədə universitetə girəcəm. Ay qız, mənim pulum zadım var, bunu oxutdurum. Oxumaq nədir? Buna pul lazım değil ki. Çıxartmışsın. Pul lazım değil ki, öz valıyla imtihana qəbul oldu uşaq. Onun nəyinə lazımdır oxumaq? Bugün sabah elə gedəcək, kim deyir ki, bunu qoyan işləməyə? Dəli-dəli hərəkətləriniz var, sizin öz başlanığınız var. Nə axı? Mən rəssam olmaq istəyirəm. Özün bilirsən ki, mən rəssam olmaq istəyirəm. Nədir? Keç belə. Ayta, Rəssamlıq Akademiyasına sənədlərimi vermişim. Rəssamlıq Akademiyasına qəbul olmuşam. Ay, öz başına sən rəssamlıq akademiyasına qəbul olursan? Ayta, bax, niyə başa düşmək istəmirsən axı? Mənim də arzularım, istəklərim var. Mən də rəssam olmaq istəyirəm. Nə bilmiyorlar, bəlkə gələcəyin ən məşhur rəssamlarından biri mən olacam. Niyə axı həmişə sizin istədiyiniz kimi yaşamalıyam? Sən belə qudurmuşsan, ha? Zahid ol başımdan. Rəssam olursan mən, Allah, olarsan rəssam. Qızım, ən gözəl alın yasım, ən gözəl alın yasım, ən gözəl alın yasım. Ruhumu isə öldürdülər. Səni qoruyum, soyuq Təkcə qalan bu quru cismimdir. Onu da yaşatmaq üçün taqətim yoxdur. Xoş gəldin o Yaşamaq istəyirdim. Səni qoruyum içimdə dinsizlikdən və dinlərdən. İzim qalacaq məndən, sənsən qızım. Mən silah, sən sipərsən qızım. Qaldırarsan, çökərsə dizim. Anlayarsan, bitərsə sözüm. Yalan olsam söylərsən düzüm. Bir gün ölsəm bağlarsan gözüm. Sən gələcəyin ateşi, mən olacam kömürün közün.
Səni dəyişmərəm min bir dərdimə dərmanı səni can basına. Səni mən istərəm həyat olsa da mənə zindan qan basın. Əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar. Səni qurtararam hətta özümdən özümə qarşı üsyan basına. Kızım, dilimin şəkərə dozu, ömrümün baharı yazı. Mənim ruhumun avazı, bu dünya səndən narazı. İblis yalanın atası, pıçıldar tənalıq, azadlıq dəyişib sözləri mənasın. Bütün bunları bu məktubə yazmışdım. Amma son anda çıxış yolunun ölüm olmadığını anladım. Yaşamaq istəyirdim və yaşayacağam da. Bütün bu çətinliklərlə mübarizə aparacağam.